Müğənni Rəqsanə İsmayılova həbsdən çıxdıqdan sonra ilk dəfə həyat yoldaşı Fazil Əmraslanovla kamera qarşısına keçib. Rəqsanə əri ilə bir gün verilişinə açıqlamalar verib. Fazil Əmraslanov qalmaqallar barədə xanımına xəbərdarlıq etdiyini bildirib. Müğənnilik çox çətin peşədir. Gündə 100 dəfə deyirəm ki, qalmaqaldan, söz-söhbətlərdən uzaq ol. Bu qalmaqallar videoya, yazıya alınır. Bitib getmir. Çalışmaq lazımdır ki, illər keçəndən sonra uşaqlarımızın başına taqqıllatmasınlar. Hətta bu gün də ona qışqırmışam. Lazım deyil heç kimlə qalmaqal etmək. Ayrılıq iddialarından da danışan cütlük münasibətlərində hər şeyin qaydasında olduğunu söyləyib. Biz uşaq-muşaq deyilik ki, ayrılaq. Körpə balalarımız var, onları böyütməliyik. Əllərini çörəyə çatdırmalıyıq, deyə Fazil Əmraslanov bildirib.